Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün 4-cü sinifin monitorinqi dəstək məqsədi ilə növbəti riyaziyyat suallarının izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Kanalımızda monitorinqi dəstək adlı bir neçə video izahlar verilib ki, bütün proqramı əhatə edir. Yəni monitorinqə dəstək 1, 2, 3, 4 və 10, 15 bu qaydada yazmaqla siz monitorinqin tam proqramı əhatə edici video izahlardan yararlana bilərsiniz. Eyni zamanda yeni proqram əsasında hazırlanmış monitorinqlərdən də yararlana bilərsiniz. Əlaqə üçün 051 644 31 54 nömrəsinə yazaraq PDF-i bizdən əldə edə bilərsiniz və şagirdlərə işlədə bilərsiniz. Həm müəllimlər, həm də valideynlər bu deməli proqramdan yararlana bilərlər. Əlaqə üçün 051 644 31 54 nömrəsinə yazaraq ətraflı məlumat əldə edə bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, bir qutunun qiyməti 15 manatdır, 7 dəftərin qiyməti isə 6 manatdır. 4 qutu almaq üçün lazım olan pula neçə dəftər almaq olar? Bir qutunun qiyməti 15 manatdırsa, 15-i vururuq 4-ə. Çünki 4 qutu alandan pula. Bu bizə verir 60 manat. Yəni 4 dənə qutu alsaq 60 manat pul ödəyəcəyik. Və 6 manat pula 7 ədəd dəftər almaq mümkündür. 60-ın içərisində görək 6 manatımız nə qədərdir? 60-ı bölərik 6-ya 10 dəfə. 10 dəfə 7 ədəd biz dəftər ala bilərik bu pula. Onu da 7-yə vursaq 70 ədəd dəftər almaq mümkündür. Doğru cavabımız olur C variantı. Keçək 2 nömrəli suala. 3, 8, 1, 0, 6 rəqəmlərindən hər birindən bir dəfə istifadə etməklə düzələ bilən ən böyük və ən kiçik ədədlərin fərqini tapın. İlk öncə, yəni proqramda olan sual tiplərindəndir. İlk öncə böyük rəqəmləri irəli yazıram ki, ədədimiz daha böyük olsun. 8, 6, 3, 1, 0. 86.310. Ən kiçiklərdə isə ən kiçik rəqəmləri irəli yazırıq ki, əvvəlki sıralara yazırıq ki, ədədimiz daha kiçik olsun. Və çıxılsın 86.310-dan 10.368-i çıxırıq. Aradakı fərq 75.942. Doğru cavabımız olacaq A variantı. Növbəti bir sual. Aşağıdakı ədədlərdən hansıları 100-lüyə qədər yuvarlaqlaşdırdıqda 4700 alınır. Yəni 4700 alınacaq ədədlərə baxaq. Birinci yüzlüklərə baxırıq. Görək ki, bizə hansı ədədlərin yüzlüyü yuvarlaqlaşdırsaq 4700 verir. 4651-i yuvarlaqlaşdırsaq altdan sonra 5 gəldiyinə görə 4700 alınır. Yəni doğru cavab burada hələ ki 4651. Bunu yadda saxladıq. Sonra 4724, bu da yuvarlaqlaşsa verəcək bizə 4700. 6-dan sonra 1 gəldiyinə görə artım vermir. 7-dən sonra 8 gəlir, artım verir. 8 olur, bu bizə lazım deyil. 6-dan sonra 1 gəlir, artım vermir. Bizə doğru cavab 4651 ilə 4724 lazımdır. Doğru cavab olacaq D variantı. Keçək 4 nömrəli suala. Şərtə uyğun olaraq N rəqəminin ala biləcək qiymətlərin cəmini tapın. 5800 N4 kiçikdir nədən? 5864-dən. Burada 5-lər eynidir, 8-lər eynidir, 4 də eynidir. O zaman biz bura 6 yaza bilmərik. 6-dan kiçik rəqəmləri yazacağıq. 5, 4, 3, 2, 1. Və bunun cəmini istəyir bizdən. Bunun da cəmi bizə verəcək 15.
Doğru cavab olacaq B variantı. 15. Növbəti bir sual. 64305 kiçikdir. Deyək ki, 3 bucaq şəkli çəkili bir simvol olaraq 64318 müqayisəsində yerinə yazıla biləcək ən kiçik tək və ən böyük cüt ədədlərin cəmini tapın. Demək, burada ən kiçik tək ədəd 64305-dən böyük 64307-dir. Və cüt ədəd isə 64316-dan kiçik cüt ədəd 64314-dür. Və bunların cəmi bizə nə verəcək? 128621. Doğru cavab olacaq B variantı. Növbəti bir sual. Ata ilə oğlun yaşları cəmi 72-dir. Oğul atadan 18 yaş kiçikdir. Atanın yaşı neçədir? Ata və oğul. Buna 1 kvadrat yazıram. Buna 1 kvadrat plus 18. Yəni tam hissə modeli bərabərdir 72. 2 kvadratımız plus 18 bərabərdir 72. 2 kvadrat özü bərabərdir 72-dən 18 çıxsaq 54. Kvadratımız da bərabərdir 54-ü 2-yə bölsək 27. 27. Və 27-nin üzərinə nə gəlirik? Atanın yaşını istədiyinə görə 18. 18 ilə də 27 bizə verəcək 45 yaş. Atanın 45 yaşı var. Doğru cavab oldu B variantı. 6 nömrəli sual. Deməli, 6 nömrəli sualda nə deyir bizə? Deyir, çevrənin xaricinə toxunan kvadrat çəkilmişdir. Çevrənin radiusunun 3 misli ilə kvadratın perimetrinin cəmi 55 santimetrdir. Çevrənin diametrini tapın. Bir kvadrat çəkək. Demək, bura qədər olan hissə radius adlanır. Buradan da bura qədər olan radius. Demək, kvadratın tərəfi olur 2R. Çevrənin radiusunun 3 misli. Yəni 3R'in üzərinə kvadratın tərəfi 2R'dirsə, perimetri olacaq 8R. Üzərinə 8R gəlsək, cəm 55 santimetrdirsə, 11R'imiz 55'ə bərabərdir. 1R'imiz 5 santimetrə bərabərdir. Əgər ki, bizdən çevrənin diametrini istəyirsə, 5-i də 2-yə vuracaq, diametri olacaq 10 santimetr. Doğru cavab olur C variantı. Növbəti bir sual. Eyni istiqamətdə hərəkət edən iki avtomobilin sürətləri 76 km/saat və 92 km/saatdır. 5 saatdan sonra avtomobillər arasında məsafə neçə kilometr olacaq? Bizə V1 var 76, V2 92'dir. T'imiz də var 5 saat. Bu zaman biz eyni istiqamətli sürət məsələlərində, yəni eyni istiqamətdə hərəkət etdiklərinə görə sürətlər çıxılır. Böyük sürətdən kiçik sürəti çıxacaq. 92-dən çıxacaq 76-nı. Sürətlər fərqi bərabər olacaq neçəyə? 16-ya. Və zamanımız nə qədərdir? 5 saat. 16-nı vuracaq 5-ə. 80 kilometr. Doğru cavab B variantında qeyd olunub. Növbəti bir sual. 9. Toplananlardan biri 433, digər isə 12-nin 8 qatı olarsa, cəmdən 123 vaid böyük olan ədəd neçədir? Toplananlardan birini verib bizə 432, digəri, yəni ikinci toplanan 12-nin 8 qatı 96, 432-nin üzərinə 96-nı gəlirik. Bir də
123 vahid böyük istəyir. 123'ü. Hamısını birgə toplamalıyıq. 651 doğru cavab. 652 doğru cavab olacaq. C variantı. Növbəti bir sual 10 nömrəlidir. Deyir azalanı 11 vahid artırıb, çıxılanı 15 vahid azalsaq fərq necə dəyişər? Demək, burada azalanı 11 vahid artırsaq, qayda olaraq da bunu biz yaza bilərik. Azalan, çıxılan fərq. Demək, azalanı 11 vahid artırırıq, bunu artırırıq, bunu isə azaldırıq. Fərqdə nə baş verəcək? Artım baş verəcək. Nə qədər? 11'in üstünə 15 gələcək. 26 vahid deməli olacaq 26 vahid dəyişim, artma. Cavab variantlarında 27 yazılıb, texniki səhv olub, amma doğru cavabımız 26 vahid nə olacaq? Artacaq. Bunu praktik olaraq da yaza bilərik. Məsələn, şagirdlərə deyək ki, istədiyimiz bir ədəd götürürük. 100 çıxılsın 40 bərabərdir 60. Azalanı 11 vahid artırıram, olur 111. Çıxılanı da 15 vahid azalsam 25. Və fərqimiz necə dəyişəcək? Fərqimiz də dəyişəcək. 111'dən 25 çıxsaq 86. Əvvəl 60 idi, indi oldu 86. Artım nə qədər olub? 26 vahid artacaq. Suallarımız bu qədər. Növbəti suallarda görüşənədək sağ olun, salamat qalın.